Bunu burada deyirəm və sizə də söz verirəm, baxın bu işin axırına. Yenə də deyirəm, uşaqlarıma dedi yetim, mən 20 il ailə həyatı qurmuşam, hamı da bilir, şükür Allah'a, mənim həyat tərzim göz qabağındadır, boş verdim, atırdılar, boş verirdim. Deyirdim, haqqında danışmışam, mən bilmədim o artıq orada əxlaqsız sözlər, şəhər fiyaqətin alçatmasına fikir vermədim açığı. Sonra elə ki, kimsə mənə deyir ki, bir də axıra qədər bax da buna da. Naxçıvan filan teması dedi, özünüz bilirsiniz, mən həmişə güldürəm o temayı. Deyirəm, nətər olsun, Naxçıvanın bunların hamısı tanıyır, mən tanımıram. O da Bayram kimi birisinin yəni buraxdığı informasiyaydı. Bayram da ona görə artıq cavab verəcək. Yəni düşünürəm ki, onu belə qoymayacağım mən. Bayram ona görə məndən çox üzr istədi. Hətta dedi, video çəkin, mən qoymadım Bayrama video çəkməyə. Ki, elə üzr istədinsə o mənə bəsdir, səhv allandınsa o mənə bəsdir. Amma indi baxıram ki, bunlar o temadan tuturlarsa, demək ki, artıq Bayram Nurlu da o ilə bağlı bəli üzr videosu çəkəcək. Mən yenə deyirəm, mən kişi çörəyiymişəm də. Mən belə nə bilim, bizim hərəmiz bir kişidən dünyaya gəlməmişik də, bir kişinin belindən gəlmişik 3 uşaq. Biz 3 qardaşıq da, 2 qardaş bir bacı deyilik. Biz 3 qardaşıq. Yəni o nöqtəyə toxunmamalıydılar. Çox həyatın ən böyük səhvini elədi. O yarım milyonluq orada dəli duzluq var idi. O bunun yanında toya getməli olacaq onun üçün. Və mən bunu Vəkilin qızı olaraq söz vermişəm özümə. İndi siz görəcəksiniz. Açıq-açıq yalan informasiya yayma, şərəf ləyaqətin alçaldılması, kütləyə yalan məlumatın verilməsi, hamısı cinayət məcəlləsində cinayət məsuliyyətidir, bənd-bənd cinayət məsuliyyətidir. 100.000 təzminatla belə bağışlamaram adamı, 100.000 təzminatla. O haqq etdiyini almasa, mən adımı dəyişərəm. Və bunu burada sizin yanınızda deyirəm. Faktı qoyacaqlar ortalığa, dedikləri hər söz mənə sübut eləyəcəklər. Ondan sonra mən onlardan üzr istəyəcəm. Sübut eləməyəcəklərsə, indi bundan sonra mən artıq varam onlarla. Hər kim ki mənim haqqımda yalan informasiya yayır, mənim haqqımda tənqid eləmək istəyirsiniz, faktımı qoyun tənqidini eləyin. Faktı qoyun tənqidini eləyin. Mənim haqqımda heç kim yalan informasiya yayılmaz. Heç kim. Bir də ki, ev dustaqlığına buraxılan birisi hələ yaya bilməz. Cinayət işin açıqda ortadadır və sən həyatının ən böyük səhvini elədin, bəli. Və dediyin hər sözü mən sübut eləyəcəksən. Sübut eləməsə sənin için çox-çox çətin olacaq. Bunu bir kişinin qızı kimi söz verirəm. Çünki mən ictimaiyyətdə kifayət qədər tanınan və özünə hörmət edən birisiyəm. Sənin keçmişini axtaraq. Valla mən keçmişdə çəpgöz olmamışam, əyri ayaq olmamışam. Hamını sevən kimi mənə də sevən olur. Nə olmalıdır? Keçmişdə kimsə məni sevibsə, sən mənim keçmişimi ged araşdır. Oğul da ölsən ortalığa bir şey çıxartmasan, ged araşdır. Nəysə, ya səbir demişəm, yenə də deyirəm də, başqa bir şeylər olacaq. Çox başqa şeylər olacaq.